Day, 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 day. Sevgi nəğməsi. Hə. Və OK-yə basdığı zaman qutuya yazılmış ədəddən 1-ə kimi ədədlər bir sətirli cədvəlin xanalarına yazılsın. Onun üçün bura bir dənə də table yaradıram. ID-si də misal üçün olsun cədvəl. Tutalım ki. Yes. İndi bizə kod lazım. Gəl. Kodun hazırdırsa. Onu şamil eləmək olar. Bunda heç bir problem yoxdur. Amma əgər şey varsa, yığım varsa, o zaman birbaşa HTML-ə o yığımı eləməməyə çalışırıq ən azından. Arada bir eləyirik təbii ki, xaltura eləyirik, amma yəni ki, bu biraz xətalı şeydir. Onun üçün bu formada yazmaq lazımdır. Tamam? Okay, yaxşı. Bu şeydə qeyd eləmək istədiyim budur. Tak, indi biraz isinişmişsiniz. Ona görə sizə bir dənə də tapşırıq. Bunu niyə açdım? Buna ehtiyac yox. Olsun, bir dənə. Hazırsınız? Kim gələcək bunu həll eləməyə? Kim istəyir? Kim istəyir? Tərdən, can atırdan. Gəlirsən? Gəl. Amma yavaş-yavaş gəl, mən hələ bir zad eləyim, izah eləyim. Gəl, yoxdur demək. Yavaş-yavaş gəldi, dedim. Tamam. Deməli, mən səndən nə istəyirəm? Tamam. Mən istəyirəm ki, sən mənim üçün belə bir şey düzəldəsən. Piramidadır, yolkadır, nə bilim, nədirsə ondan. Neçə də mərtəbə oldu? 2, 3, 4, okey, 7. Yəni, belə bir şey istəyirəm. JavaScript-lə yazırsan, formor sənə qurban. Mənim əlləri yazılır. Yox, hələ ucuzdur. Ulduzun. Yəni, belə bir yol sual da verirsən. Öyle bilinmir ki, burada nə yazıb, nə yazmayıb. Funksiya, munksiya, nə bilim, nə. Bu nədir? Ужас. Так, baxırıq. Hani bəs? Hani bəs? Bunlar burada nə şey eləyib? Yəni, bunlar nəyə lazımdır bunlar? Nə yazırsın? Deyəm var idi ki, rəqəm daxil elə. Tak, yaxşı. Rəqəm daxil elə. Nam nədir? Div nədir? Result nədir? A nədir? Okey nədir? Ужас. Bir mənalı ужasdır. Tak. Deməli, bu tələb olunmurdu. Düzdürmü? Bu tələb olunmurdu. Onun üçün funksiya ehtiyacımız yoxdur. Ondan sonra buna da ehtiyacımız yoxdur. Bunu yazırıq. 7. Allah xoşbaxt eləsin. Tak, все. Deməli, nədir bu uşaq? Bu deyib ki, bunun inner HTML-nə hər hansı bir şey yazılacaq. Tamam, yazılsın. Ondan sonra bu nə ya? Ulduz. Result. Tak. Hə, bir sual var. Ben burada petek yapmıştım. O da aynısını denedim. Nə yazmışsan? Petek yapmıştım. Nə yaratmışdın? PTG, niyə? Yarattın sonra? Ben orada ayrı verdim. Eğer ona yine erişmek beraberdir, işlerin tırnak arasında boşluk koymayanda düz işlemem. O səbəbinədir. Mən nə bilim sən, nə yaratmışsan, nə üçün yaratmışsan, harada yaratmışsan, hansı PTG yaratmışsan? Tak. Deməli, buradakı problem bilirsiniz nədir? Buradakı problem Adaşımın burada istifadə elədiyi dəyişənlərin adlarındadır. Tamam mı? Tak. Məsəl üçün tekstdir. Düzdürmü?
Ya bunlar olmasın. Hələlik, müvəqqət olaraq. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, məsəl üçün 7 yazıq burada. Yəni ki, bizim yolkanın 7 dənə mərtəbəsi olacaq. Tamam? 7 dənə mərtəbə. Hər bir mərtəbədə də misal üçün ulduz olacaq, tutalım ki də, atıram. Və ondan sonra bir dənə də boşluq olsun hətta. Və ondan sonra bırı olacaq. Değil mi? Yəni beləliklə bunun nəticəsində burada nə əldə edirik? Bırı bağlamaq lazımdır bu arada. Aha. 7 də belə bir ulduz şeylik. Bunun adını qoyuram yolka. Tak, yaxşı. Deməli, beləncə, sadəcə və sadəcə məsələ ondadır ki, hər bir mərtəbədə bizim ulduza bir dənə D ulduz əlavə olunur. Okey? Yəni ki, burası hər zaman tək ulduz olmayacaq. Burası dəyişəcək. Burası değiştiğine göre buna böyle değişen istifadə edirik. Mesela üçün ne? Ulduz. Tamam, bunun adını koyuruq. Ulduz. Tamam? Ve bu ulduzu bura şamil edirik. Bura. Tamam mı? Başta deyirik ki bir daha ulduz olsun. Tamam? Yine eyni nəticəyə gəlib çıxmışıq. Ama biz bir dənə deyirik. Deyirik ki bir də biz hər bir mərtəbədə ulduza bir dənə də ulduz əlavə eləməliyik. Tamam mı? Yəni ki, buradakı ulduza əlavə eləyirik bir dənə bundan. Yəni, birincisində olacaq bir dənə ulduz. İkincisində olacaq 2 dənə ulduz. Üçüncüsündə olacaq 3 dənə ulduz və s. və axır. Bu da bizim nəticəmiz. Tamam? Hə. İndi baxırıq ki, bu bizə nə göndərir? Salam. Tak. Bu ne yazık burada? Hay Allah. Bu nedir ki? Orada ilerişimleri yazmışım. Onun koymadığı işlemir. Neyi koymayan da işlemir? Ben ilerişimle beraber de işledim ah. Onun koymadığı işlemir. Hadi niye işlemelidir ki? Ömür ötür keçir, aram, hiç bilmirsən derken, yok anlarım. Gönül seni. Tak, okey. Niye de özünüzden hokka çıkartırsınız? Bu number meselesi hardan çıxıb siz Allah? Olması boşuna yazalım. Okey de yani ki burada plus yazırıq da number. Bu number'ı niye bura sokursunuz həmişə? Bu bir. İkincisi milyon dəfə sizə demişəm. Əvvəlcədən bunları funksiyanın çölündə tanıdığın elementləri. Ondan sonra onun value'sunuz adını sorgulayın. Belə eləməyin. Yəni başınız ağrıyacaq sabahları. Ağrıyanda görərsən. Bax, mən sizə keçən dəfə də izah eləmişəm ki, bu formada yazmayın, yəni kodsuz. Başınız ağrıya bilər və bu günləri göstərdim necə ağrıya bilər. Burada deyilən ki, nədir? Yəni ki, bu formada yazırıqsa elə belə yazmırıq da bunu. Var bunun səbəbi. Mən ona görə deyirəm ki, özdəki ID hər zaman dəyişən adına eyni olmalıdır. Okey, amma səndə bu ID-dən şey deyil, bu səndə value'dur. Başa düşürsən? Bu səndə element deyil. Eləməyin, elə şeyləri eləməyin. Yəni, başa düşürəm ki, çox ağıllısınız, həddindən artıq. Amma ehtiyac yoxdur. Tamam, bundan da istifadə elədin, aferin, amma yəni keçməmişik bunu. Tak, okey, yaxşı, bu da belə getdi. Yolkanı da belə düzəltdik. Oy, 15 dəqiqəmiz oldu. Nəysə, gəlin bu 15 dəqiqəni elə bir şeyə həsr eləyək ki, o bizim ömür boyu, necə deyərlər, lazım olacaq bir şeydir. Biz ondan gələn dəfə, nə qədər iş görəcəyik, bilmirsiniz. Tak, gəlin, tutalım ki, bizim bir də cədvəlimiz olsun. Tamam. Məsələn, adı olsun cədvəl. Amma bu səfər
Biz bu cədvəli, yəni ki, buradakı cədvəl bizim Kitayski cədvəli idi, bir sətirlik cədvəli idi. Burada isə çalışaq ki, əməlli başlı cədvəl yaradaq. Cədvəlin əməlli başlı olması üçün aydın məsələdir ki, bizim style'a da ehtiyacımız var. Bura bir dənə də style yazıram. Amma burada borderlardan başqa bir də olsun bizim width'imiz, məsələn 50, yəni 100. Bir dənə də piksel. Bir dənə də height'ımız, o da olsun 50 piksel və 100 piksel. Beləncə. Okay. Birinci. Elədiyimiz odur ki, biz ID'si olan elementin adıyla bir dəyişən yaradırıq və onun içərisinə deyirik ki, dokumentin içərisində ID-yə görə tapdığımız elementi əlavə eləmək istəyirik. Yəni ki, bu başda elədiyimiz şeylərdir. 1. 2. Aydın məsələdir ki, biz bunun inner HTML-nə axırda hansısa kodu əlavə eləyəcəyik. Buna görə də əlavə eləyəcəyimiz bu kodu biz burada dəyişən olaraq yaratmalıyıq. Deməli ki, bunun boş string kimi başlanğıc dəyəri olsun. 3. Ömür ötür keçir, aram. 3. Kodun içərisində nə olacaq? Yəni, daha doğrusu, cədvəlin içərisində nə olur? Cədvəlin içərisində olur sətirlər. Düzdürmü? Bir neçə dənə sətir olmasını istəyiriksə, o zaman burada bir neçə dənə sətir yaradır. Neçə dənə sətirimiz olsun? Məsəl üçün 5 və 4 fərqi yox. Beləncə eləyək. Birdən, məsələn, 4'ə gidik. Bizim olsun formumuz. Və burada kodun içərisinə həmişə əlavə eləyəcəyik nə? Tere əlavə eləməliyik. Bəli. Bu arada terenin arasına da bir şey əlavə eləyəcəyimizə görə deməli açılan tere 1, bağlanan tere o biri olacaq. Yəni 2 dənə belə bir sətir yazmışam. Niyə? Çünki bunun arasına mənim TD-ləri yazmaq kimi bir niyyətim var. Və bunun içərisində bir dənə də for yazıram. Bunun içərisində də yazıram ki, bizim 4 dənə olacaq və burada da koda əlavə edirəm TD-ləri bu səfər. Təbii ki, TD-nin arasında da nəsə yazılacaqsa onu da eləyə bilərik, amma yəni belə uzun və çox sətirli bir şey olmayacağına görə hələlik bir sətrin içərisində də yazma olar. Nəticəsinə baxsaq 8 C. Oley! Görürük ki, bizdə belə bir şey yarandı. Gül kimi 4 sətir, 4 sütundan ibarət olan bir struktur. Okey mi? Millət, bu kodu əzbərləmək lazım. Çünki biz bundan o qədər çox istifadə edəcəyik ki, yəni hər dərsdə bizdə olacaq cədvəl. Onun üçün bu əzbərləməsi şeydir. Tamam? İndi məsəl üçün bunun içərisinə biz istədiyimiz şey yaza bilərik. İndi bir dənə sual. Yəni heç kim soruşmadı. Niyə soruşmadın? Məsəl üçün biz burada da i istifadə eləmişik, burada da i istifadə eləmişik. Ən azından belə sual verə bilərdin ki, bu i bu i'yə qarışmır ki. Gördüyün kimi qarışmır, normal qaydada işləyir, super, tamam. Başqa bir sual, mən misal üçün, bura məsələn də
i yazsam, bu i hansı i olacaq? Bu i olacaq, yoxsa bu i olacaq? Yəni bu mənə sətir nömrələrini göstərəcək, yoxsa sütun nömrələrini göstərəcək? Onun içində Eyni olduğuna göre baştaki değil. Baştaki. Birinci değil. Heç nə başa düşmədim. Başdakı, sondakı, nə bilim, nə mən burada bir dənə də text align center yazdım ki, baxaq və baxırıq. Bunlar nədir? Sətir nömrəsidir, yoxsa sütun nömrəsidir? Bu sütun nömrəsidir, millət. Yəni ki, bu, buradakı idi. Bəs yaxşı, bizə sətir nömrəsini yazmaq istəsək, onda nə edəcəyik? şey O zaman millət, biz iç-içə forları yarattığımız vaxt çalışırıq ki, bunları eyni hərf istifadə eləməyik. Yəni, istifadə eləməkdə heç bir problem yoxdur. Amma o zaman bunu bundan ayıra bilmirik. Onun üçün adətən, əgər burada biz i dəyişənindən istifadə eləmişiksə, burada misal üçün j dəyişənindən istifadə edirik. Tamam mı? Və o zaman da bizə misal üçün ilər ayrı, jlar ayrı lazımdırsa, misal üçün mərtəbə və mənzil yazmaq istəyiriksə, tutalım ki, bu formada yazırıq. Birinci rəqəm olur mərtəbə, tərsinə oldu. Bu olsun mərtəbə, bu olsun mənzil. Yəni sətir, ondan sonra sütun. Baxırıq. Bunlar hamısı sətirdir. Birinci sətir, birinci sətir, birinci sətir, ikinci sətir, ikinci sətir, ikinci. Bunlar isə sütundur. Birinci sütun, ikinci sütun, üçüncü, dördüncü sütun. Tamam. Belə işlər. Bu bizə imkan verir ki, bunları ayrı-ayrı istifadə edirik. Tamam. Okay. Yəni bu biraz daha belə gözəl və istifadəli variantdır. Bunu əzbərləyirsiniz. Tamam. Yes. Yaxşı. İndi bununla qədər sizə bir neçə dənə tapşırıq verəcəm. Sırası yadından çıxmamış. Onlardan bəzilərini indi 8 dəqiqəmiz var da. Bəzilərini burada eləməyə çalışaq. Hansıları elədik, hansıları çatdıramadıq. Gələn dərsdə eləyərik, problem yoxdur. Məsəl üçün buyurun sizə tapşırıq. Bilərik. Nədir ki, yoxdur ki? 22. Aha. Tamam. Bunu 24'e kaldırıp müebbetli olarak söndüre bilərik. Baxırıq burada nə var, nə yox. Məsəl üçün tutalım ki, buna baxaq. Bir də buna baxaq. Belə bir şey eləyə bilərsinizmi? Məncə eləyə bilərsiniz. Niyə? Çünki burada hamısında nə yazılıb? No. İyi. Tırlara baxır. Table row, sətirlərə baxır. TD-lərə baxan, sütunlara baxan J-dir. Onun üçün bura J yazırıq. Üç olur bu. Beşli eləmək istəyirsinizsə sadəcə və sadəcə burasını 5 eləyirik və salam olur 5. Nə var ki burada? Nə? Buyur. 5 sağ qurban. Gəl. Rəqəmlərin daha yaxşı görsənməsini istəyirsənsə yazırsan burada font, bold, məsəl üçün KM, Arial. Gördün? Əla. Sonra. Məsəl üçün bunu eləyə bilərsinizmi? Belə bir şey. Bununla necəsə uyğunlaşdırma olar mı? Bəli. Yəni buradakı bütün rəqəmlər əslində bunun bir eksik olan versiyasıdır. Yəni ki buradan
1 çıxsa, o zaman bizə lazım olan nəticəni əldə etmiş olur. Tamam. Bu bizim əldə etdiyimizdir, bu əldə etməli olduğumuzdur. Okey mi? Yaxşı, başqa nə var? Məsəl üçün belə bir şey necə eləyə bilərik? Mən sizə söyleyeyim ki, bunun əslində bu ilə heç bir fərqi yoxdur. Sadəcə cüt sətirlər burada yazılmır. Bunun üçün nə etmək lazımdır? If verə bilərik, bəli, elədir ki var. Tamam. Başqa, belə bir şey necə eləmək olar? Tamam, bir dənə count verə bilərik. Necə verə bilərik onu? Burada nə var? Burada hər bir xanaya bir artan rəqəmlər yazılır. Yəni ki, məsəl üçün tutalım ki, burada bir dənə x götürürük, başlanğıc qiyməti 1'dir. Və bunun içərisində də hər zaman x-i yazıb onu 1 artırırıq. Nəticədə də belə bir şey əldə etmiş olur. Tamam? Yerdə qalanlar da bunların variantlarıdır. Misal üçün, burada onun variantı var. Nə ola bilsin ki, orada başqa şeylər var. Onlar haqqında gələn dərsdə danışırıq. Bir daha həlləşməyə çalışın. Baxın, görün nə alındıra bilirsiniz. Alındıra bildiklərinizi, alındıra bilmədiklərinizi gələn dərsdə söhbət edərik. Okay? Belə işlər.